Salam əziz izləyicilərim, dəyərli xalqım, millətim, bayramınız mübarək olsun. Əziz İmişlilər, bugün sizin zonada İmişlidəyik. Belə bir problemli ailə var ki, bu ailədə ancaq qazanc iynə dərmanda heç bir rozi qismətin bərəkət yoxdur. Axır ki, bu insan pastel xəstəsinə düşübdür. Evlatları, ailəsi hər zaman işləyir, ancaq ki, çətinliklərdə. Ailə o dərəcə gəlib çatıbdır ki, ayrılmaq dərəcəsinə çıxdı. Gəlmişik ev bərbad gündə, hər tərəfi tamamilə qurt yağıdır. Kimlər deyir qurt yağı? Bu əsl qurt yağıdır. Bu nə ayı yağı deyil, nə canavar yağı deyil. Xanım çox çətin bir gərgin vəziyyətdə. Gəlin birlik olaq, gəlin Allahdan qorxaq yox. Bu çətin pis əməllərdən uzaq olun. Bu təmizləndi, bu ailə düzələcək, yaxşı olacaq. Vay o halına ki, onu eləyən insanların görün başına nələr gələcək. Çünki Allah o dünyada yox, bu dünyada pis əməllər eləyən bədxah insanların özünü bu dünyada sınağa çəkir. Sağ olun, salamat qalın, dəyərli insan.